Salam, əziz valideynlər, hər vaxtınız xeyir olsun. Bu dəfə sizlə dillərdən danışacağam. Azərbaycan dilini öyrənmək çox vacibdir. Əlbəttə ki, birinci öz ana dilimizi öyrənəcəyik. Bunun üçün bilirsiniz ki, prezidentimiz bu yaxınlarda özü də fərman imzaladı ki, Azərbaycan dilini çox yaxşı danışmaq və öyrənmək lazımdır. Deyir, əgər bir milləti məhv etmək istəyirsənsə, birinci onun dilindən başla. Bunun üçün Azərbaycan dili dərslərimizdə həm xarici vətəndaşları, həm də öz Azərbaycan vətəndaşlarımızı dəvət edirik. Azərbaycan dilini öyrənmək çox önəmlidir. Və dünyaya çıxış üçün xüsusi dillər var ki, bunları mütləq öyrənmək lazımdır. Bunlardan biri ingilis dilidir, biri rus dilidir, biri alman dilidir, biri Çin dilidir. Mən tövsiyə edərdim bu dillərin hamısını öyrənəsiniz, amma ən azından birini seçin, öyrənin. Bunun üçün mən sizə tam rahatlıqla kömək ola bilərəm. Siz bizim mərkəzimizə yaxınlaşa bilərsiniz də, yaxud da 051 347 42 37 nömrəsi ilə əlaqə saxlayaraq bizim onlayn dərslərimizə yazıla bilərsiniz. Bizim dərslərimizə yazılın, istədiyiniz dili çox rahatlıqla öyrənin.